Keçən ilin sonları oxuduğum çox maraqlı və faydalı bir kitabı sizinlə bölüşmək istəyirəm. Söhbət Laqom adlı kitabdan gedir. Laqom İsveçlilərin balanslı yaşama sənəti deməkdir. Bu mənaya gəlir. Biz ikiqay, Gambate kimi müxtəlif terminlər eşitmişik. Onlardan biri də Laqomdur. Laqom isə İsveçlilər həyatını necə balanslı yaşayırlar bu haqdadır. Kitab çox gözəl, çox nəfis tərtib olunub, bərk üz qabığındadır. Əsl kofe içənlərin, kofe sevənlərin biraz belə həyata, boş vaxtına, özünə dəyər verən insanların oxumalı olduğu bir kitabdır. Kitabın çoxlu maraqlı məqamlar var. Bunlar məsəl üçün nələrdir? Ətraf mühitlə bağlı, ailə ilə bağlı, geyim tərzi ilə bağlı, qidalanma ilə bağlı, ümumiyyətlə yeni əşyalarkən nələrə diqqət etmək lazımdır. Müxtəlif məlumatlar var. Həmçinin biz daha çox eşitdiyimiz və hər kəsin bildiyi o İsveçin necə belə inkişaf etdiyini, insanların niyə həyatdan zövq ala bildiklərini anlatan bir kitabdır. Təbii ki, İsveçlə bağlı müxtəlif fikirlər ola bilər, amma ən azından bu kitabdan bizim mənimsəyəcəyimiz və həyatımıza tətbiq edə biləcəyimiz çox maraqlı məqamlar var. İstəyirəm ki, onlardan bəzilərini sizinlə bölüşüm. Çünki bilirəm ki, bir çoxunuz bu kitabı ya əldə edə bilməyəcəksiniz, ya da ümumiyyətlə oxumağa vaxtınız olmayacaq. Məsəl üçün, burada maraqlı bir məqam var. Deyir ki, xoşbəxtlik araşdırmalarına görə pul bizi müəyyən dərəcəyə qədər xoşbəxt edir. Kasıblıqsa, pul bizim xoşbəxtliyimizi artıra bilər. Amma müəyyən bir miqdarda pulumuz varsa, bizə yetəcək qədər pulumuz varsa, ondan daha çoxu bizim xoşbəxtliyimizi artırmayacaq. Yəni hər kəsə lazım olan qədər müəyyən bir pul məbləği var. Həmin pulla sən xoşbəxtsənsə, daha çox səni biraz da xoşbəxt eləməyəcək. Daha sonra burada maraqlı məqamlardan birisi işdən vaxtında çıxmaqla bağlıdır. Adətən Azərbaycanda, Azərbaycan kimi bir çox ölkələrdə işdə çox qalmaq, altdan sonra çalışmaq, özünü işgüzar kimi göstərmək ənənəsi var. Bu doğru deyil. İşdən vaxtında çıxmaq insanı daha məhsuldar və daha xoşbəxt edilmiş. Buna diqqət etməliyik. Daha bir məqam burada bərabərliklə bağlıdır. Ailə həyatında ana və ata, ər və arvad üzərinə düşən məqamlarla bağlı. Çox yaxşı haldır ki, son illərdə Azərbaycanda da ata məzuniyyəti, atalıq məzuniyyəti anlayışı ortaya çıxıb. Hər kəs ata olarkən, ata olmazdan öncə müraciət edərək atalıq məzuniyyəti, ödənişli atalıq məzuniyyəti götürə bilər. Bu analar üçün çox vacibdir. Atanın anaya həmin müddətdə, o həssas dönəmdə dəstək olması üçün. Hətta İsveçlilərdə latte ataları adlı bir ifadə termin də var. Orada atalar övladlarını uşaq arabasında şəhərdə gəzdirirlər, təmiz hava almağa çıxarırlar. Həm müddətdə də ana istirahət edə, dincələ bilir. Və bu ilə bağlı, yəni ki, bunun həm uşağın inkişafına, həm ananın istirahətinə, həm də ata ilə uşaq arasında yaxşı bağ yaranmasına çox böyük faydası olduğu bilinir. Daha sonra burada zamanla bağlı, özünə zaman ayırmaqla bağlı maraqlı məlumat var. Yəni ki, biz özümüzə vaxt ayırdıqda, özümüzə dəyər verdikdə bu bizim inkişafımıza, yaradıcılığımıza da müsbət təsir etdiyini göstərir. Daha sonra burada Fika var. Mən Fika ilə bağlı ayrıca bir kitab danışmışdım sizə. Fika İsveçlilərin qəhvə ritualıdır. Onlar qəhvəni çox sevirlər və hətta İsveçlilər qəhvə tüketimində, qəhvə istifadəsində dünyada ilk 3-cü yerdədirlər və Avropa Birliyində ortalama illik 4,83 kilodursa qəhvə tüketimi, İsveçdə bu 7,32 kilodur illik qəhvə tüketimi. Onlarda xüsusi bir ritual da var imiş bununla bağlı. Daha sonra burada pikniklər, yəni açıq havada, təbiət qoynunda, çəmənlikdə ailə ilə, dostlarla vaxt keçirməyin önəmindən danışırıq. Xüsusən də ailəli, uşaqlı ailələr üçün bu çox əlverişli variantdır. Biz də yoldaşımla qərara gəlmişik ki, havalar isindikcə bunu eləyək. Və bu həm restoranda o stresli, öncədən rezervasiya eləmək, uşaqla gedirsən, səs, küy, yemək vaxtında gəlib uşaq narahat olur, çoxlu pul çıxır, amma sən pikniyi evdə özün hazırlayıb daha təbii, daha doğal qidalarla həll edə bilərsən. Onun haqqında çox maraqlı məlumatlar var, onun faydaları ilə bağlı. Sonra burada Laqom həm də onların həyat tərzinə o qədər işləyib ki, onlar ev dizaynında da, paltar dəbdə də, modada da, hər şeydə bu Laqomu, yəni balansı tətbiq eləməyə çalışırlar. Sonra burada maraqlı mənim diqqət çəkən məqamlardan birisi odur ki, hər an əylənərsənsə, əyləndiyini fərq etməzsən. Bu yüzden bəzən sıxılman da gərəkir. İsveçli bir uşaq kitab qəhrəmanının sözüdür bu. Həqiqətən çox önəmlidir. Bəzi valideynlər aldanırıq ki, uşaq sıxılmasın, uşaq daima məşğul olsun,
daim o əylənsin və s. Qətiyyən belə deyil. Uşaq bəzən sıxılmalı, bəzən darıxmalı, nə edəcəyini bilməməli və o zaman xəyal qurub beynində nələrsə düşünməlidir. Buna vaxt yaratmaq lazımdır. Çünki sonra uşaq böyüdüyü zaman tək qala özü ilə xoşbəxt ola bilmir. Bunu valideynlər uşaqlıqdan onlara aşılamalıdırlar. Əslində özümüzə də aiddir, tək uşaqlara aid deyil. Sonra valideynlərlə bağlı burada uşaqla valideyn arasında o bağlanmanın əhəmiyyətindən danışılır və önəmli olan nədir? Valideynlər qətiyyən, xüsusən gənc valideynlər belə deyim, ideal ana ata olmağa çalışırlar. Belə olmağa ehtiyac yoxdur, bu mümkün də deyil və biz çox ideal, qüsursuz olmağa çalışdığımız zaman bu əslində övladlarımıza müsbət yox, mənfi təsir edir. Çünki övladımız özünü bizə oxşatmağa çalışır və bir yetərsizlik hiss edir ki, mən anam, atam kimi çox olamayacağam. Onlar bizi təbii halımızla görməlidirlər, səhvimizlə, üzümüzlə qəbul etməlidirlər və biz də səhv edə bilərik, səhvimizə görə üzr istəyə bilərik. Yəni bu təbiiliyi uşaqlara da hiss etdirməliyik. Və digər bir məqam burada qonşuluqla bağlıdır. Bunu da çox bəyəndim. Deyir, bəzən ola bilər ki, siz qonşunuzun qapısında ona yardım təklif edin. Qonşunuzun sizə yardım eləməsini istəyin. Bu qonşuluq bağlarına, xüsusən də düşünürəm ki, paytaxtda, böyük şəhərlərdə bu qonşuluq bağları çox zəifdir. Nəinki qonşu ilə, biz ümumiyyətlə adi salam məsələsinə belə çətinlik çəkirik. Bu qonşuluq bağlarını möhkəmlətməkdə də çox böyük fayda var. Və tətillərlə bağlı maraqlı bir məqam diqqətimi çəkdi. Karavan deyirlər buna, o ev kimi maşınlar, arxasında ev olan maşınlar, böyük maşınlar. Həmin karavan sayına görə də deməli İsveçlilər dünyada ilk yerdədirlər. Onlar hər 10.000 nəfərə 292 karavanla Avropanın ən çox karavan sahib olan ölkəsi, insanlar hesab olunurlar. Onlar bu tip tətillərə, yəni daha təbii, daha doğal istirahətlərə önəm verirlər. Bir də çox mənim sevdiyim termin burada köp stop termini oldu. Bu bir müddət alış-veriş eləməyə, o marketinq tələlərinə, hilələrinə aldanıb çoxlu alış-veriş xəstəliyindən bir növ oruç tutmağa bənzəyir, yəni stop qoymağa bənzəyir. Özümüzə söz veririk ki, mən bir müddət yeni işini almayacağım. Hətta bu ilə bağlı maraqlı burada statistikalar da bölüşdürülür və dəstək üçün də deyirik ki, əgər siz öz paltarlarınızı, öz qardırobunuzu da səliqəyə salarkən baxmalısınız ki, son 6 ay ərzində giyməmisinizsə, bir həftə özünüzə şans verin. Bir həftə ərzində o paltarı giyməsəniz, onu qardırobunuzdan çıxarın və yerinə də yenisini qoymayın. Yəni minimallaşdırma ilə bağlıdır bu. Sonra plastbanta var. Bu plastik detoks adlanır. Plastik məmulatlardan, plastik torbalardan, plastik qidalardan və s. yəni plastik qabın içində olan qidalardan imtina eləməklə bağlıdır. Yəni ətraf mühitə dəyər verən bir mədəniyyətə sahibdirlər və onlar bu yaşıllıq sahəsində də dünyada liderdirlər. Avropanın Stockholm, Avropanın ilk yaşıl paytaxtı hesab olunur. İkinci əl əşyalar satın almağın onlarda bir mədəniyyət, bir ənənə olduğu burada göstərilir. Yəni, əgər nəsə alacaqsınızsa, öncə bunun ikinci əl olub-olmadığını araşdırın. Birbaşa gedib təzə məhsul alıb çoxlu xərcləməyə ehtiyac yoxdur bildirilir. Və bu da ona qədər saymaq məsələsi də var. Əgər nəsə bir şey almaq həvəsiniz varsa, almaq ərəfəsindəsinizsə, bir ona qədər dayanın, sayın və düşünün ki, bu mənə həqiqətən də lazımdırmı, bu ehtiyacdırmı, istəkdirmi? Bir stoplayın. Bəzən də buna 24 saat vaxt vermək olar. Baxdın, giyindin, ölçdün, uyğundur, hər şey əladır, rəngi filan. Gelirsən evə, həmin an almırsan. Evdə daha soyuqqanlı, daha sakit bir düşünürsən, qərar verirsən ki, həqiqətən də mənə lazımdır, o zaman onu ala bilərsən. Və burada bu ilə bağlı bir çox məqamlar var. Bax, qəhvə ritualı ilə bağlı, paltar dolabınızı səliqəyə salmaqla bağlı, ona qədər saymağı dedik. Sonra evdəki artıq əşyadan qurtarmaq və minimalizmlə bağlı maraqlı məqamlar var. Açıq hava ilə bağlı, açıq havada vaxt keçirmək, qonşunuza yardım etmək, işdən vaxtında çıxmaq və ailənizlə birlikdə özünüzə, ailənizə sadəcə boş vaxt keçirmək, biraz doğru diləsək, avaralanmaq üçün vaxt ayırmaqdan da danışılır. Mən də kitab mən ümumilikdə çox bəyəndim, maraqlı vaxt keçirmək üçün, həyata fərqli bir mövqedən, fərqli bir prizmadan baxmaq üçün yaxşı kitabdır. Xüsusən də bizim insanımız üçün bu sürət əsrində biraz yavaşlamaq, biraz özümüzə dəyər vermək üçün düşünürəm ki, bu kitab tanış olmağa dəyər. Hələlik növbəti kitablarda görüşmək ümidilə.